Göstəriciliyi yüksəkdir, qan təzyiqi yüksək olan pasientlərdə onlar yəni risk altındadırlar göz dibi problemləri yaranmaq üçün. Onların daha çox göz dibinin venanın trombozu olur, göz dibi infarktı olur. Ona görə mütləq qan təzyiqini tənzimləməlidirlər. Necə ki, qan təzyiqi insult verir, tromb verir və pasient iflic olur. Eləcə də gözünə verə bilər tromb. Bizdə venalar var göz dibində, hansısa venanı tutub, orada artıq qan dövranı şiddətli şəkildə pozulur və bütün qan torlu qişaya sızır. Buna Rusça deyilir kartina razbitого pomidora. Elə bir pomidoru əzmişsən, bütün qanla dolu olur göz dibi. Bu klasik torlu qişanın venaların trombozu nəticəsində baş verir. Bu çox təhlükəli bir haldır. Axırda bu pasient müalicə olunmasa qara suya